Choose the correct exclamatory sentence. Düzgün nida cümləsini seçin. Biz nida cümləsini seçərkən iki qaydaya diqqət edirik. Birincisi, how ilə başlayan qaydamızda birbaşa sifət və ya zərf, daha sonra mübtəda xəbər gəlməlidir. A variantında biz bunu düzgün şəkildə görürük. How quickly he finished the exam. O necə sürətlə imtahanı bitirdi. Quickly zərfimiz, daha sonra mübtəda, xəbər və tamamlıq istifadə olunmuşdu. Finished feili xəbər olduğu üçün biz how'dan sonra zərf istifadə etmişik. İsmi xəbər olsaydı sifət istifadə olunardı. B variantında isə what-la bağlı qaydadır. What-la bağlı qaydamızda isə sifət, isim və ya tək başına isim, daha sonra mübtəda xəbər olmalıdır. Və isim sayılan tək isim olduqda mütləq e ya da an artikeldən istifadə olunur. Burada story ismi təkdə olduğu üçün e artikeli, daha doğrusu yəni an artikeli an amazing story deyə istifadə olunmalıydı. Artikel əksiydi deyə variantımız səhvdir. C variantında what a beautiful flowers. Flowers cəmdir və biz cəm isimdən e artikel yaza bilmərik. D variantında how'dan sonra ümumiyyətlə e artikel istifadə olunması səhvdir. Bu düstur what-a aiddir. Y variantında isə houses cəm olduğu üçün an artikel istifadəsi yanlışdır. Və qeyd etdiyimiz qaydaya əsasən doğru cavab A variantıdır.